Ana vişnəli salata. Pomidorlu vişnəli salatdır. Çünki əsasən burada pomidor gedir. Bu çürük çıxdı, bunu dəyişək. Vişnənin batısı deyən kimi çürük çıxdı. Çox dadlı salat olur, çox dadlı. Əsl yayın. Ən birinci pomidorumuzu tökürük. Pomidora görə hərəkət eləmək lazımdır. Pomidorumuza görə bütün təyyamları vurmaq lazımdır. Heç nə eləyə bilmirəm. Qəşəng soğanı yumru da doğraya bilərik. Amma gəlin belə eləyək ki, barmaqlarımızın ucunu içəri qatdalayırsınız. Bizi götürürük. Reyhan mütləq. Evdə nə olur? Yaxşı olsun, eləyin yaxşı. Pomidorlu vişnəli. Yüngül salatdır. Anırsınız, bunu yeyəndə yüngül adıdır. Amma yeməklə yeyəndə adam yemək istəmir. O qədər qəşəng, rahat, adamın ürəyinə yatır. Elə bilirsən ki, yemisən, amma heç nə yeməmsən. Amma yemisən, doymusan. Pomidorun üstünə göyərtini nə qədər bol olsa bir o qədər yaxşıdır. Hansı göyərtini başlayırsınız, onu eləyin. Bunlar var. Mən necə göyərtini bol eləmişəm. Vişnəni doğramaq zat, heç nə lazım deyil vişnəni. Bir dənə tumlarını təmizləyirik. Hə, tumları təmizləyirik qabaqcadan. Vişnəni sevirik də onu. Belə. Birinci buraya eləyək qızım. Təxmini bütün bizim Azərbaycan xanımlarımız Allah şükürlərindən hər şeyi gəlir. Bizim analarımızdan həmişə görmüşük ki, əlimizin ələ altında elə bilmişik ki, tutaq ki, neçə kilo ətə nə qədər kartuşka götürürük. Bizim xanımlar maşallah. Nə qədər mən xanım tanıyıram. Maşallah, hamısı əlləri qızıldı. Elmira xanım mənə verib, öpürəm onu, çox sağ olsun. Alma sirkəsidir, tərtəmiz, evlər çox sağ ol. Öpürəm səni gözəl. Qarışdırıram bunları. Ağ güncə. Öpürük. Yox. Hara gedirsən, İtaliyada elə hamısı. Bax belə. Amma xoş gəlir. Ay Allah, xasiyyətləri bizlərə necə oxşuyur, ay Allah. Yadıma düşür, ancaq elə danışırlar. Ana pərəz, qohum pərəz. İtalyanlar çox mehribandırlar. Canım mənim, həyatım mənim. Bir ye. Bunu mənim qabağıma qoysalar, mən yiyərəm hamısını. Bu ikinci üçün ölürəm deməm. Koronadan sonra valla bilmirəm ki, yaddaşımda bütün hamısı itib. Möhtəşəm oldum ama əllərə sağlıq. Sağ ol. Nuş olsun. Evinizdə ailəniz üçün edin, yesinlər və sizə canınıza doy eləsinlər. Bilirəm ki, bizim Azərbaycan xanımlarımız hamısı əllərindən hər iş gəlir, hər bacarıq gəlir. Sizə halal olsun, sizdən yoxdur.